bəzən valideynlər uşaqları rəsmdə əlavə məşğələ olaraq yazdırırlar. Düşünürlər ki, uşaq orada əlavə məşğələ olaraq iştirak edir. Amma əslində bu belə deyil. Bir rəsm uşağın iç dünyasıdır. Boya ilə işlənən zaman uşaq orada məsələn boyanın hər bir rəngin özünün xarakterik mənası var. Şəkillərdən necə bilərik? Məsələn, günəşin çəkilməyidir. Nə qədər duyğu az olursa, onu o qədər də əks etdirirlər rəsmdə. Bundan öncəki çıxışlarımızda biz sizlərlə estetik yaradıcı inkişafı müzakirə etmişdik və estetik yaradıcı inkişafın uşaqlar üçün nə qədər önəmli olduğu haqqında müəyyən söhbətlər aparmışdıq. Bu dəfə isə biz estetik yaradıcı inkişafda rəsmin uşaqların həyatında rolu haqqında danışmaq istəyirik və qonağımız Nigar xanımdır. Nigar xanım, xoş gəlmisiniz. Nigar xanım rəssamdır. Bir rəssamın dilindən istərdim eşidək ki, bir rəsm uşaqların həyatında necə əhəmiyyət kəsb edir? Necə uşaqların dünyasını dəyişdirir? Bir rəsm uşaqlar haqqında bizə nələri deyir? Ümumiyyətlə, rəsm nə üçün bizə vacibdir, Nigar xanım? Əvvəlcə sizi salamlayıram və valideynləri salamlayıram. Təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. Çox aktual bir mövzudur həqiqətən. Mən bu barədə belə bir öz fikrimi qeyd edə bilərəm ki, bəzən valideynlər uşaqları rəsmdə əlavə məşğələ olaraq yazdırırlar. Düşünürlər ki, uşaq orada əlavə məşğələ olaraq iştirak edir. Amma əslində bu belə deyil. Uşaqlar həm də orada öz qavrama, düşüncə tərzlərinin daha da formalaşması üçün böyük bir zəmin yaradırıq. Yəni həm orada uşaq səbirli davranmağı öyrənir. Biz məsələn kiçik detalları rənglədikcə uşaqlar artıq orada səbir balansı yaranır. Hansı ki, o da gələcəkdə daha təmkinli olmasında, daha düşüncələrini, özünə inamını daha da düzgün şəkildə ifadə etməsində böyük bir zəmin yaradırıq. Baxın, Nigar xanım, biz bundan öncəki çıxışlarımızda da bu mövzulara toxunmuşuq və estetik yaradıcı inkişafın nə dərəcədə əhəmiyyətli olduğunu qeyd etmişdik. Amma bir rəsm uşağın iç dünyasıdır. Bəli, bəli. Biz rəsmləri izlərkən, əlbəttə ki, peşəkarlardan söhbət gedir. Biz rəsmlərə baxanda artıq bilirik ki, bu uşağın iç dünyası nə dərəcədədir və iç dünyasında nələr baş verir. Rəsmə baxarkən biz uşaqları necə anlaya bilirik? Oradan necə bilərik ki, bu uşağın emosiyaları, hissləri, hardan bilə bilərik bunu? Əslində belə deyim, boya ilə işlənən zaman uşaq orada məsələn boyanın hər bir rəngin özünün xarakterik bir mənası var. Düzdür, bu həm psixoloji baxımdan, həm də inkişaf baxımından fərqlidir. Mən məsələn ixtisasım psixologiya olmadığı üçün tam sizə məlumat verə bilmirəm. Amma öz təcrübəmə dayanaraq bunu qeyd edə bilərəm ki, uşaq rəsm çəkən zaman karandaşı daha çox sərt basırsa, hardasa özündə və ailəsində aqressivliyi hiss edib, dərk etdiyi üçün artıq orada özünü ifadə edir. Və ya boyalarda qırmızı və qara rəngdən daha çox istifadə edirsə, artıq evdə və ya uşaqlar arasında ona qarşı aqressivlik var ki, o onu orada özünü büruzə edir. Belə başa düşmək olar ki, emosiyalarını rənglər olaraq büruzə verir. Yəni biz rənglərin seçimini düz buyurdunuz. Çünki əsasən rəng seçimi psixoloqların sahəsidir. Lakin siz belə deyim də öz peşənizi sevdiyiniz üçün, öz peşənizə belə deyim də daha çox belə məsuliyyətli yanaşdığınız üçün o rəngləri artıq illərdir bilirsiniz ki, hansı problemlərdən uşaqlar bu rəngləri seçə bilir. Bəzən deyirlər ki, qara rəngi seçən uşaqlarda güvən əksiliyi olur. Bəli. Bəs şəkillərdən necə bilərik? Məsələn, günəşin çəkilməyidir, kənarda çəkirsə, bunların öz belə deyim də praktikanıza dayaqlanaraq, öz iş təcrübənizə dayanaraq necə edə bilir? Belə deyim, bu yenə psixologiyaya dayanan bir mövzudur. Amma məsələn, mən diqqət etmişəm, günəşi məsələn yarım çəkən, məsələn, vərəqin yarım hissəsindən çəkən uşaqlarda baxıram, anaya qarşı qayğı azdır deyənə, ananın övlada göstərdiyi qayğı az olduğu üçün uşaq günəş istiliyi, ailə simvolizə etdiyi üçün uşaqlar onu hiss edə bilmirlər. Nə qədər duyğu az olursa, onu o qədər də əks etdirirlər rəsmdə. Emosiyalarını tam, belə deyim də, emosiyalarını tam idarə etmirlər və emosiyalarını tam büruzə verə bilmirlər. Çünki belə deyim də, münasibətdə əksiklik olur. Münasibətdə əksiklik olur. Sizcə rəsmlə nə vaxt məşğul olmalıdır uşaqlar? Bəzən deyirlər kiçik yaşlarından bu vərdişləri aşılamalıyıq. Professional rəsmdən söhbət getmir, əlbəttə ki, erkən rəsm bacarıqlarını. Nə vaxtdan valideynlərimiz övladlarının əlinə qələm verə bilərlər? Çünki biz daim qeyd edirik ki, kiçik yaşlı uşaqlarda əzələ sistemi tam formalaşmadığına görə biz qələmləri övladlarımıza nə qədər gec versək, bir o qədər onlar üçün xeyirlidir. Lakin fırçanın əldə tutulmağıdır və yaxud qələmin əldə tutulmağıdır kiçik motorikanın inkişafına gətirib çıxarır və bu düzgün zamanı nə vaxt bilə bilərik ki, uşaq artıq rəsmlə məşğul ola bilər. Zaten kiçik yaşlarından rəngləmə bacarıqları valideynlər tərəfindən övladlarına
yaşlarında aşılanır. İdeal bir vaxt varmı bunun üçün? Əslində ideal bir vaxt yoxdur. Hər uşaq bir fərd olduğu üçün, hər uşaq individual yaxınlaşmaq lazım olduğu üçün, məsələn 3 yaşlı uşaq var, yanıma gəlir. Məsələn onun rəsmini çəkməyi, duyumu, düzgün rəngləri hiss etməyi, karandaşı düzgün istifadəsi var. Amma digər 3 yaşlı uşaqla onun arasında böyük bir fərq var. Yəni bu artıq uşaqdan uşağa dəyişən bir şeydir. Mən məsələn deyə bilmərəm ki, 3 yaşdan başlaya bilərik və ya 4 yaşdan başlaya bilərik. Bu dəyişir. Həm uşağın özünün düşüncəsinə, əqli inkişafına görə çox dəyişir. Əl motorikasına görə çox dəyişir. Amma həmçinin də qeyd edə bilərəm ki, həmin o zəif olan, bu mövzuda zəif olan uşaqları daha tez rəsmə başlaması məsləhətdir. Nəyə görə? Onlar daha çox əl motorikası düzəlir, göz koordinasiyası düzəlir, bəzi əşyaları görüb köçürmə qabiliyyəti, hansı ki göz yaddaşını daha da artırır, uşaqlarda diqqəti daha da artırır. Onlar gördükləri məsələn əşyanı daha düzgün şəkildə rəngləməyi, düzgün rəngi seçib rəngləməyi öyrənirlər. Çünki bəzən olur ki, uşaqlar rəng seçmə problemi də yaşayırlar. Bu bizim üçün böyük bir problemdir əslində. Rəng seçmənin bir çətinliyi də ondan ibarətdir ki, rəngi kim seçə bilmir? Özgüvənli böyüməyən uşaqlar. Bəli, bəli. Mən hər dəfə bəlkə də təkrar olsa, hər çıxışımızda biz bu mövzuya geri dönüş edirik. Duyğularını düzgün idarə edə bilməyən, ifadə edə bilməyən, siz demiş və hər birimiz demiş, valideynlə düzgün emosional bağlılıq qurulmayan uşaqlarda seçim. Yəni və yaxud da ki, valideyn tərəfindən çox qorunan uşaqlarda da seçim etmək çətinliyi olur. Maria Montessori metodunda da qeyd olunur ki, uşaqları izləyin, onlara yardım edin, lakin müstəqillik verin. Çünki müstəqillik vermədən biz onları kəşf etmiş olunuruq. Hər bir uşaq bir dünyadır və hər bir uşağın öz dünyası var və biz bu dünyayı hörmət etməliyik. Estetik yaradıcı inkişafı inkişaf etdirəndə dəfələrlə bunu qeyd etmişik ki, sağ beyin inkişaf etmiş olur. Biz estetik yaradıcı inkişafı düzgün inkişaf etdirmiş olsaq, onda idraki inkişafda digər prosesləri də inkişaf etdirmiş oluruq. Bugün uşaqlarımızda diqqət yayınlığı və oturmamaq problemləri ilə üzləşirik. Halbuki kiçik yaşlarında hər bir yaş dövrünün özünün dinləmə zamanı var. Məsələn, 2 yaşlı uşağın diqqət dairəsi 10 dəqiqədirsə, 3-4 yaşlı uşaqların diqqət dairəsi 20-25 dəqiqə arası olur. 5-6 yaşlı uşaqlarda isə bu 30-35 dəqiqə olur. Biz övladlarımızı 2 yaşında 10 dəqiqə diqqət dairəsini formalaşdırmalıyıq ki, daha sonra məktəbə gedəndə 45 dəqiqə psixoloji bir travma olmamalıdır uşaqlarımız üçün. Çox əfsuslar olsun ki, bugün o diqqət dairəsi çox azdır. Yəni uşaqlarımız demək olar ki, əyləşməyi, dinləməyi, diqqətini toparlamaqda çətinlik çəkirlər. Əlbəttə ki, bunun müəyyən səbəbləri var. Texnologiyanın inkişafıdır, telefon qarşısında zaman keçirməsidir. Rəssam olaraq, məsələn, valideynlərə bir pedaqoq olaraq nəyə məsləhət görərsiniz? Mən, məsələn, bəzən deyirəm ki, telefon qarşısında zaman keçirərlərsə, biz onu rəngləməyə və yaxud rəsm bacarıqlarının inkişafına yönləndirsək, burada buyurduğunuz kimi diqqətləridir, təxəyyülləridir, yaradıcılıqlarını sərgiləmiş olarlar və daha çox nəticə əldə etmiş olaraq. Bəli, telefon qarşısında zaman keçirdikdə övladlarımız əgər öyrədici videolara baxırlarsa, orada akademik biliklərini inkişaf etdirmiş olurlar. Lakin burada hərəkətsizlik problemi ilə üzləşirik və eyni zamanda ünsiyyət qurma problemi ilə üzləşirik. Lakin rəsm bacarıqlarını inkişaf etdirmiş olsalar, əlbəttə ki, kiçik motor bacarıqlardır. Təxəyyülləri inkişaf edir daha çox. Onlar artıq özlərinə ideyalar qura bilirlər, nağıllar barəsində artıq öz fikirləri olur. Hər hansı bir, yəni onlar məsələn telefonla oynamaq əvəzinə artıq hər hansı bir oyuncağı oynadaraq özləri üçün səhnələşdirə bilirlər. Çünki artıq o səhnəni təqdim edə bilirlər vərəq üzərində. Uşaq nə qədər rəsm çəkirsə, bir o qədər də təxəyyülü artır. Artıq onun düşüncə bazası daha böyük olur, daha sərist olur. O artıq özünü hər hansı bir oyun alanında, uşaqlarla oyun alanında artıq hərəsinə bir rol verə bilir. Çünki artıq o rolları vərəq üzərinə köçürdə bilir. Məsələn, özünü artıq vərəq üzərində ifadə edirsə, digər sahələrdə də özünü ifadə edə bilir. Bu, onun üçün yaşına uyğun deyil. Bilirəm, məsələn, uşaqlarla oynayan zaman və ya dərsdə müəllimənin verdiyi hər hansı bir sualda belə, o artıq daha, necə deyim, intellekt cavab verir, daha gözəl cavab verir, təşəmmüllü. Çünki bilirsiniz, Nigar xanım, biz sağ beyni inkişaf etdirəndə zaten bunlar öz sıralamalarında inkişaf etmiş olurlar. Bugün müasir dilin dili ilə desək, art terapiya deyirlər, rəsm terapiyası, Azərbaycan dilində desək, hətta böyüklərə belə məsləhət
məsləhət görür. Adi özümüz belə müəyyən rəsm bacarıqlarını nümayiş etdirəndə, bəli, psixoloji olaraq özümüzü sakitləşdiririk. Eyni zamanda rəsm çəkmə bacarıqları uşaqların psixoloji, emosional hisslərini idarə etməyini onlara öyrədir. Uşaqlar artıq telefon qarşısında əgər zaman keçirirlərsə, biz problem davranışlara geri dönmüş oluruq. Rəsm çəkərlərsə, rəsm bacarıqlarını inkişaf etdirmiş olarlarsa, emosional olaraq sakit olurlar. Keçən dəfəki çıxışda da deyirdik, cəmiyyət olaraq narahat olduğumuz bir məqam var. Hər bir uşaqda problemli davranışları var və bu problemli davranışları yaradan səbəblər var. Əgər biz, düz buyurduğunuz kimi, övladlarımızı düzgün yönləndirsək, estetik yaradıcı inkişafı, idraki inkişafdır, fiziki sağlamlıq və təhlükəsizlikdir, bunları mütəmadi düzgün inkişaf etdirmiş olsaq, əlbəttə ki, emosiyalarımızı düzgün idarə etmiş olarıq. Hər bir yaş dövrünün özünün normativları vardır. 3 yaşlı uşağın, 4 yaşlı uşaqların. Çox əfsuslar olsun ki, bugün uşaqların xəyal dünyası, təxəyyülləri düzgün formada inkişaf etdirilmədiyinə görə onların bu normativlara cavab vermir. Acı reallığımız budur. Çünki yaşlar üzrə normativlar sizcə necədir? Yəni 2 yaşlı uşaq hansı rəsm bacarıqlarını bacarmalıdır? 3 yaşlı, 4 yaşlı uşaqlarda hansı rəsm bacarıqları olmalıdır? Biz əslində 2 yaşlı uşaqlarda sizin bayaq qeyd etdiyiniz kimi oturma, diqqət, daha sonra boyanma, fırçadan düzgün istifadə, rəngləri aid etmək, daha çox bunlar üzərində işləyirik. Rənglərlə tanışlıq belə deyil. Rənglərlə tanışlıq, ümumiyyətlə rəsmlə tanışlıq olur 2 yaşlı uşaqlarda. Yaş artdıqca isə mövzunun daha da dərinliyinə varırıq. 3 yaşında daha da diqqətli olmalı məqamları edirik. 4 yaşında məsələn, daha diqqətli olacağımız yerlər tam fərqli olur. Yəni, bu yaş artdıqca dəyişir. Acı reallığımız odur ki, Nigar xanım, baxın, bugün 5 yaşlı, 6 yaşlı uşaqlar belə adi mənzərəni, yəni dağ mənzərəsidir, ağacda onu belə çəkə bilmirlər. Çünki motor bacarıqlarımız düzgün inkişaf eləməyib. Bəzi uşaqlarımızda disleksiya problemi var. Biz bundan sonraki çəkilişlərimizdə bu barədə danışacağıq. O ayrı bir mövzudur. Yəni, rəsm bacarıqları, bağçada rəsm və aplikasiya məşğələsi, məktəblərdə rəsm dərslərinin düzgün aparılmaması bugün övladlarımızda rəsm bacarıqlarının düzgün yöndə inkişaf etdirilməməsinə gətirib çıxarır. Əslində hər bir uşaq ağacdır, dağdır, buluddur. Erkən yaşlardan bunu çəkməyi bacarmalıdır. Amma müşahidələr bunu göstərmir, çox əfsuslar olsun. Səbəb də var. Hətta biz psixoloji testlər apararkən uşaqların qarşısına qorxduğunuz və yaxud sevdiyiniz hər bir hansı bir məfhum varsa şəklini çəkin dedikdə, onlar bu yəni rəsm bacarıqlarını nümayiş etdirə bilmirlər. Çünki o bacarıqlar formalaşmayıb. Bu bacarıqların əsası siz buyurduğunuz kimi ilk öncə rəng seçimidir, rənglərlə tanışlıqdır, fırçanın əldə tutulmağıdır, düzgün idarə etmiş olsaq və rəsm bacarıqlarını düzgün inkişaf etdirmiş olsaq, onda daha çox nəticələr əldə etmiş olaraq. Amma burada böyük bir səbəb də həmişə valideynlərə durur. Onlar rəsmə qarşı, mən diqqət edirəm artıq, səthi yanaşırlar. Uşağı rəsm dərnəyinə yazdırmışam, rəsmdir də, yəni bu tərzdə yanaşırlar. Amma əslində də düşünə bilmirlər ki, rəsm həqiqətən bir insanın iç dünyasıdır. Bir insanın hissləri vərəqdə olur. Yəni, bütün hisslərini, bir uşaq bütün hisslərini orada əslində əks etdirir. Bunu biz həm oxuya bilirik, həm də oxumaya bilirik. Bəzən olur ki, uşaqlar yalandan, özlərini yalana ifadə edərək orada möhtəşəm bir ailə tablosu çəkirlər. Biz düşünürük ki, bunların ailəsi çox gözəl, yəni həqiqətən çox xoşbəxt bir ailədə böyür. Ailə modeli düzgün idarə olunmuş. Bəli. Amma bəzən də olur ki, biz onu tam əksi olur və uşaq özünü ifadə edir, amma valideyn onu anlaya bilmir. Yenə bəzi köklər valideyninə duyğular. Hər dəfə çəkilişlərdə bu sözlərə geri dönüş edirəm. Duyğular da, emosiyalar da, bunların düzgün yönləndirilməsi o qədər önəmlidir. Hər çəkilişdə bəlkə bu mövzulara geri dönüş edirik. Çünki uşaqlar zəif psixologiyada da ola bilir, güclü psixologiyada da ola bilir. Hər bir uşaq fərqlidir, hərənin bir psixologiyası var və biz qarşımızdakı övladlarımıza nisbətən, onlara nisbət, onların iç dünyasını düzgün və belə deyim də rəngarəng qurmalıyıq ki, onlar da cəmiyyətə yararlı şəxsiyyət olaraq böyüsünlər. Çox əfsuslar olsun, reallığımız bəzən bu deyil. Baxın, sözünüzə qüvvət, siz dediniz ki, bəzən uşaqlar olur ki, rəsm cızır, xoşbəxt bir ailə tablosu cızır və bu əslində normada ailəni
tanıyırıq, yəni o ailə tablosu yoxdur. Bəli. Əslində uşaq görmək istədiyini orada cızır. Bəli. Yəni o sağlam, xoşbəxt ailəni görmək istəyir və görə bilmir, amma ən azından iş dünyasında olanı arzuladığı bir ailəni şəkildə tabloda olaraq cızır. Çox düzgün buyurdunuz. Buna dərnək olaraq mənim uşağım bu kursa da getsin və ya bu dərnəkdə də iştirak etsin deyə yox. Məsələn, bunun nəticəsi nə olacaq? Nəticəsi müsbəti nədir? Övladıma yararlılığı nə qədərdir? Yəni bunları yaşayanda o qədər məyus oluram. Məsələn, bu yaxınlarda 2 yaşlı bir uşaq gəlib yanıma. Yəni onun anasının öz övladına istədiyi o qədər böyük bir istəklərdir. Amma məsələn, o uşağın bacardığı isə 2 yaşlı uşağın bacardığı yalnız düzgün karandaşdan tutmaq, yəni ərək tutmaq, daha sonra özünü ifadə etməsi, vərəqin üzərində ifadə etməsi. Hələ biz onu da istəmirik, çünki onun bir hələ balansı yoxdur. Onun diqqəti yayınlıqdır. O digər tərəflərə baxır, kəşf edir. Burada boyalar var, burada vərəq var, boyama var, falan var. Bunlar var. Amma məsələn, valideynin ondan istədiyi də tam fərqlidir. Yəni, valideyn uşaqların iç dünyasını düşünmədən sadəcə öz istəkləri üzərində davam etdirirlər. Bu isə çox düzgün deyil. Yəni, mən hər dəfə valideynlərə bildirirəm ki, səbirli olun. Əgər, məsələn, bir uşaq 8 dərsə öyrənirsə, digər uşaq 16 dərsə və ya ondan sonraki aylarda öyrənə bilər. Amma valideynin istəkləri də uşaqlara sıxdığı üçün artıq uşaq daha da qaçmağa çalışır. Hansı ki, zövq aldığı rəsm isə ondan belə qaçmaq istəyir. Yəni, mən bunu dəfələrlə yaşamışam. Həqiqətən də məyus olmuşam ki, uşaq, məsələn, özünü abstrakt formada təqdim edirsə rəsmlərdə, amma valideyn istəyir ki, professional olsun. Çox gözəl çəksin, orada mənzərə də, dağ da öz yerində olsun. Amma uşağın təxəyyülündəki o deyil. Sırf məsələn biz deyirik ki, rəssamlar onu düzgün öyrətmir. Yox. Rəssamlıq onsuz da çox açıq bir sənətdir. Uşaq özünü necə istəyirsə, hansı formada istəyirsə təqdim edə bilər. Orada heç kim, yəni uşağa qarşı çıxa bilməz. Bu yenə deyirəm, rəssamlığın açıq bir mövzudur. Məsələn, rəngi, dağı məsələn istəsə çəhrayı da edə bilər, mavi də edə bilər. Bu onun özünün təxəyyülünün bir formasıdır. Biz ona heç vaxt qarışa bilmərik. Qarışan valideynlər isə uşağı rəsmdən daha da uzaqlaşdırır. Yəni mən bunu özüm şəxsən öz təcrübəmdə şahid olmuşam. Acı reallığımız bundan ibarətdir ki, bəzən valideynlər görmək istədiklərini istəyirlər, duysunlar. Bəli. Əslində normal olanı, yəni reallığı qəbul etmək istəmirlər. Hər bir uşağın özünə məxsus bir potensialı vardır. Ola bilər ki, bir uşaqda elə gözəl potensial var ki, heç digər uşaqda bu yoxdur. Lakin tələblər fərqlidir. Biz övladlarımızın istəyinə nəzərən addımlarımızı atmalıyıq. Acı reallığımızın biri də ondan ibarətdir ki, düz buyurdunuz, musiqidir, rəsm dərsləridir, idman dərsləridir, fiziki mədəniyyət. Mən məktəbə qədər təhsil müəssisəsi üzərindən danışıram. Biz bunların ciddiyə almırıq. Əslində birinci inkişaf etdirməli olduğumuz bu fənlərdir ki, bu sahələrdir ki, sonradan şəxsiyyətin formalaşmasına gətirib çıxarır. Və düz buyurdunuz ki, ola bilər ki, bir uşaq 8 dərsə, digəri 16 dərs alsın və valideyn müqayisə edəndə artıq uşaqda özgüvən itir və artıq uşaqda özünə inam hissi itir. Əslində biz daha motivasiya verməliyik, daha səndə də alınacaq, səndə çox gözəl alınır. Müqayisə edilir. Yəni müqayisə etməyi heç məsləhət görmərəm. Yəni valideynlərdən mən həmişə bildirirəm, məsələn, mən öz valideynlərimə hər daim bildirirəm, müqayisə etməyin. Müqayisə öz inamı, özünə inamı, özünə güvəni itirir. Uşaq artıq şəkil çəkmək istəmir, amma onsuz da sən bəyənməyəcəksən. Ana, sən onsuz da mənim rəsm çəkməyimi bəyənmirsən. Bu kimi ifadələri mən dəfələrlə eşitmişəm. Ona görə mən valideynlərə bildirirəm ki, mən orada səhvləri görürəm. Hər bir insan kimi insan səhvləri görür. Amma mən ona müdaxilə etmirəm. Çox gözəl çəkmisən, amma bunları etsəydin daha gözəl olardı. Bu sözü deyirəm, uşaq artıq özünü ifadə edib axı. O bilir orada nə çəkib. Daha sonrasında o məni deyənləri əlavə edir. Amma mən onu ilkdən əvvəl ona desəm ki, sən pis çəkmisən, buralarını belə etməliydin, digər uşaq səndən yaxşı çəkmişdi, sən niyə çəkə bilmirsən sözlərini desəm ona, o artıq etmək istəməyəcək, onsuz da məndə alınmır deyəcək. Amma əslində düzgün yanaşmaq lazımdır. Valideynlərdə bir də bu problem var. Uşağın öz potensialına görə düşünmürlər. Düşünür, mənim uşağım daha super. Rəssamlığa gəlibsə, bir ay gəlibsə, super çəkməlidir. Halbuki elə deyil. Rəssamlıq, yəni, böyük bir sənətdir, böyük bir
texnikaları var. Yəni hər yaşın da öz xüsusiyyətləri var. Hər uşaq özünə görədir. Biz onu nəyisə məcbur edəndə artıq o rəsmdən də qaçır, digər fənlərdən də qaçır, istəyi azalır. Ən əsası özgüvən hissini və özünə inam hissini boğmuş oluruq. Bu da çox önəmlidir. Çünki özgüvən hissimizi, öz inamımızı artırmasaq biz irəli gedə bilmərik və cəmiyyətdə formalaşa bilmərik. Nigar xanım, sizə təşəkkür edirəm. Bu mövzu haqqında fikirlərinizi bizimlə bölüşdüyünüz üçün həqiqətən də çox dəyərli idi. Çox sağ olun ki, gəldiniz. Mən də təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. Çox xoş oldu mənə də həqiqətən. Bu mövzu elə bir aktual mövzudur ki, həqiqətən danışdıqca bitəcək bir mövzu deyil. Ümid edirəm ki, valideynlər uşaqlarına qarşı daha səbirli, daha onların potensialına uyğun hərəkət edər. Son olaraq valideynlərə məsləhətim odur ki, uşaqların iç dünyasını düşünün. Onlar nə istəyirlər, necə istəyirlər, onlar özlərini necə ifadə etmək istəyirlərsə, o yöndə ifadə etsinlər. Onları hər hansı bir məşğuliyyətə, məşğələyə məcbur etməyin. Özünü rəsm sahəsində görürsə, rəsmdə, musiqidə görürsə, musiqidə irəliləsin. Hər hansı bir məcburiyyətlər şəklində, məcburiyyətə məruz qalaraq yox, öz istəklərinə uyğun hərəkət etsinlər. Bu onlarda həm özünə inam, həm də daha yaxşı, gələcəyə daha böyük bir zəmin yaradır.